Pul qazanmaq üçün addımlar atanda başıma nəsə gəlir, ya da tez yoruluram, ya da hərəkətə keçirə bilmirəm deyirsənsə, bu video sənin üçündür. Birinci, dəyərlərinlə hizalı işi gör. Çünki həqiqətən zövq aldığın və görmək istədiyin işi görmək üçün sənə birilərinin zəng edib, qalxın bugün filan şey eləyin deməyinə ehtiyacın qalmaz. Olman gərəkən yerdə ol. İkinci, tutumunu hesabla və zaman-zaman artırmaya fokuslan. Çünki hal-hazırda sənin üçün normal olan rəqəmin 100 qat üzərini hədəfləsən, bu sənin şuurun və şuuraltın üçün qorxulu gəldiyinə görə səni komfortda saxlamağa, təhlükəsizlikdə saxlamağa başlayacaq. İlişib orada qalmanı təmin eləyəcək və beləcə addım ata bilməyəcəksən. Üçüncü və ən əsası, lütfən eləyə bildiklərini hədəflə, kiçik-kiçik hədəfləri tamamla və özünə zaman-zaman eləyə bildiyini göstər. Çünki bu fantastik illüziyalar heç bir işə yaramır və sənin həqiqətən gerçək fərqindəliyə və addımlara ehtiyacın var.